Əgər ağıllı bir insana desəydilər, baxın, əyyuma əhəbbu ileyk, hansı sənin üçün daha sevimlidir? Çox gözəl fayda gətirir bu fəhqihən alimlərdən birisi. Baxın, nə gözəl deyir. Ən təkuna ə'məl cəmil xalaiq fi sahifətik. Bütün bəşəriyyətin, Adəmdən sonuncuya qədər, bütün insanların etdiyi əməllər sənin əməl dəftərində sənə verilsin, bir gözündə olsun, digər gözündə Allah Taala'dan bir dənə salavat olsun sənin üçün, xeyirdə olsun. Hansını seçər? Ağıllı insan salavat seçər, deyir. Elə isə salavatı artır da Peyğəmbərimizə. Subhanallah. Gör nədən məhrum ol. Yəni, Allah Taala'nın bir xeyir duası bütün bəşəriyyətin indiyə qədər yaratdığı bütün insanların əməllərindən üstün də öz dərgahında. Nə deməkdir Allahın salavatı? Yəni, qulunu öz dərgahında xatırlaması. Elə istəyirsən xatırlamaq, nədir? Mən salli aleyh vahidə, kim mənə bir dəfə salavat deyərsə, sallallahu bihi aleyhə şərə, Allah'ın 10 dəfə salavat deyər. Nə deməkdir Allahın salavatı? Öz dərgahında mələklərin xatırlaması, filankəs, filankəs, filankəs Peyğəmbərimizə çoxlu salavat deyənlərdəndir. Yəni, bir salavat milyardlarca xeyir əməldən üstündür Allah dərgahında.